Əbdürrəhim bəy Haqverdiyev. İş ağrısı. Hacı Rüstəm Təzə şəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: fürsəti fövt eyləməz aqil, məgər nadan olur. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: oğlu, qazancın azı çoxu olmaz. Bir yerdə ki qazanc gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxardıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al, sat. Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü Həcərül Əsvəti sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin. Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzə şəhərdə 3 böyük evi, 2 meyvə bağı və bir top dağıtmaz dükanı vardı. Bununla belə, heç bir işdə danışıb kəsişməsə, əlini cibinə salmaz. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Görəndə ki, danışıq yeri yoxdur, kağızı verərdi oğluna. Ay bala, çötkəni götür, hesabına görə burada səhv yoxdur ki. Taks-maks bilməzdi. Bazara gündə 100 taks qoysunlar, danışıb kəsişməsəydi, yarım girvənki soğan da almazdı. Oğluna düşəndə deyərdi: bu əyyamın cavanları hər biri ildə bir neçə 100 manat, nə eləyəmə verir. Məsələn, gedir bazardan çit və ya meyvə alır. Gəlir evə, hesablayanda görür 2 şahı artıq veribdir. O saat deyir: nə eləyim cəhənnəmə. Durub 2 şahıdan ötürü bir də dükançı ilə Çənəboğaza çıxmayacağam ki. Çənəboğaza da çıxaram, dükançının atasına da od vuraram. Faytona minirlər. Taksi 5 şahıdır. Düşəndə baxır ki, cibində xırda pul ancaq 6 şahıdır. Görürsən hamısını atdı faytonçunun üstünə. Soruşsan ki, niyə faytonçudan bir şahını almadın, deyəcək: neyləyim, atasının əti olsun. Bu axmaq işdir. Qoyma bir qəpiyin nahaq yerə getsin. Burada bir balaca haşiyə çıxıb, yenə də mətləb üstə qayıdaq. Bir nəfər maraldan nağıl edirdilər. Ələhdəhü ələl-ravi və balı nağıl edənin boynuna. Yalan doğruluğuna zəmanət etmirəm. Yalan olsa da, əzgil saxtənd, xub səxtənd. Yəni, palçıqdan qayırmışlar, amma yaxşı qayırmışlar. Bəli, bir nəfər maraldan nağıl edirdilər ki, o da fürsəti fövd etməzdi. İranda çox bikar gəzəndən sonra baxır, görür ki, siğəxanalar sahibələrinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ idi. Baxır da hər siğəxanada bir nəfər müəllim, axund əyləşib gələnlərə siğə oxuyur. Maral molla da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil, tək bunu bilmək kifayətdir. Müttətühü nəfsü bi nəfskə qəbiltu. Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələn halacı malı. Maral savadlı idi. Təbii şeiri də vardı. Çox fikirdən sonra mənzil kirə edib, neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub, başına bir karlı əmmaməl sarıyıb, əyləşdi yuxarı başda və məşğul oldu ticarətlə. Müttətühü nəfsü bi nəfskə qəbiltu. Bunun nəticəsi olaraq küçələr yetimlərlə dolacaq. Cəhənnəmə dolsun. Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtlığını yeyib böyüyəcək. Bir neçə müddət maral bu işlə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol gələnlərinin, müftə istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ əmmaməsini alabəzək əmmaməyə döndərib, Mərsiyəxan sifəti ilə Qafqaza gəlir. Neçə il kəmal-i müvəffəqiyyətlə rövzəxanlıq eləyir. Axırda 905-ci ilin inqilabı düşür. Hətta yerdə mətbuat işləri başlayır genişlənməyə. Cəmaatın təvəccühü yavaş-yavaş mollalardan dönür. Maral o saat bunun gələcəyini görür. Əmmaməni yerə qoyub ziyalılara yaxınlaşıb əl qoyur qəzetlərə. Zamanaya müvafiq əşar yazmağa. Bununla hüsn-ü rəğbət və şöhrət qazanır. Biraz keçir. İran inqilabı başlanır. Səttar xan, Bağır xan, Yefrəm xan, Nəmənə xan, Nəstə xan. Maral başlayır patron tüfəng ticarətinə. Söz yox ki, burada da filan qədər para qazanır. Axır hökumət bunu tutub sürgün edir. Maral sürgündə də bikar durmur. Bir dənə baqqal dükanı açıb əyləşir. 17-ci ilin inqilabında vətənə qayıdıb hamını inandırır ki, o əsla ticarət etmirdi. Onun çalışmağı ancaq İran inqilabçılarına müavimət göstərmək idi. İrana göndərdiyi əslihə təşkilat malı idi və bunun üstündə də sürgün edilmişdi. Beləliklə özünü Menşeviklər partiyasına soxur. Sonra kələyinin üstü açılıb partiyadan qovurlar. Bu səbəbdən Qafqazda qala bilməmişdi.
Biri maralı Xorasanda görmüşdü. Deyirdi ki, bu saat orada siğə dəllallığı edir. Kərvansaraları dolanıb zəvvarlara siğə təklif edir. Məşədi, siğə nə mixaxi? Məşədi, siğə istəmirsən? Çox təcrübə etdikdən sonra hər yerin adamları nə növ arvad xoşladıqlarını gözəl bilir. Məsələn, Bakıdan gələnlər. Kifayətdir. Təfsilə başlasaq, axırda cəncələ düşərik. Bəli, Hacı Rüstəmdən danışaq. Hacı Rüstəmin atası baqqal idi. Hər il yay fəslində yaylağa motal, yağ almağa gedərdi. Xırman zamanında gedib kənd-bəkənd gəzib nisyə yığardı. Çox vaxt oğlunu da özü ilə aparırdı. Hacı Rüstəm baxıb atasının pul qazanmaq yolunda çəkdiyi zəhməti görürdü. Bir yandan da baxırdı ki, İrandan keçmiş bir seyid 2 quruş mayası yox, ya cədda deyib xırmanları dolanır, axşamadək bir at yükü taxıl cəm eləyir, aparır bazarda satır. Yenə düşür kəndlərə. Hacı Rüstəmin cavanlıqdan gözləri açıq idi. Baxdı ki, baqqallıqdan seyidlik xeyirlidir. Nə sərişdə, şəcərə istəyən var, nə bir sorğu-sual edən. Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa. Bir dəfə yolu yaylağa gedən elata düşdü. Köç mənzil eləyib heyvanları düzə buraxmışdı. Hacı Rüstəm gəlib cəddinin payını istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub alaçıqları bir-bir gəzdi. Bir şey olmadı. Labüd qalıb birdən qışqırdı. Camaat, mənim cəddimin payını verməsəniz, sizin südünüzü qana döndərəcəyəm. Bu sözlə dırnağının arası qırmızı cövhərlə dolu barmağını ya o cədda deyib bir qazan təzə sağılmış südün içinə salıb buladı. Fövvrən südün rəngi qızardı. Bu möcüzü ağadan görən köç əhli onun ayağına düşüb üzr istəyib torba dağarcığını doldurdular. Atını burnuna da yükləyib gəldi evinə. Bir az zamanda Hacı Rüstəm atasının 2-3 dövlətincə dövlət qazandı. Günlərin bir günündə xəbər gəldi ki, hökumət təzə şəhər binası qoyur. Xahiş edənə pulsuz ev və bağ evi verib 12 ildə hər bir xəracdan azad edirlər. Bu xəbəri eşidib Hacı Rüstəm evi böyük oğluna tapşırıb birbaş təzə şəhərə üz qoydu. Yetişib gördü ki, hər yerdən ev yeri almaq üçün adam gəlib. Ətraf tamam avamstan. Bu yerdə yaxşı dövlət qayırmaq olar. Ərizə verib həm ev yeri, həm bağ yeri alıb qayıtdı vətənə. Burada satmalını satıb, aparmalını götürüb, köç külfətini yığışdırıb köçdü təzə şəhərə. O vaxtdan orada sakindir. Yaxşı dövlət qazanıb Məkkəyə gedib. Mən görəndə yaşı 80-ı atlamışdı. Cəmaət arasında da böyük etibar sahibi idi. Onun öz işlərində sərhesab olduğundan bir şey yenə nağıl edim. Bir gün Hacı Rüstəmin dükan qonşusu usta Həsən papaqçı gördü ki, budur hacı, başı gözü sarıqlı, yaman bir halda gəlir. Ay hacı, olmasın azar, sifətini niyə sarımısan? Usta Həsən, ölürüm. Bu gecə səhərə dək ulamışam. Nə olub, de görüm. Nə olacaq? Dişim məni öldürür. Mən də dedim görəsən nə var. Diş ağrısının bircə əlacı var. Kəlbətin. Hətta bu xüsusda atalar da deyiblər. Qonşu pisdir, köç qurtar. Dişim pistir, çək qurtar. Arvadım pistir, boşa qurtar. Canım pistir, öl qurtar. Rəhmətlik oğlu, sənin də içini zarafata almışdır. Mən deyirəm ölürəm, bu da oturub mənə qurt quran açır. Axır mən nə eləyim? Get çəkdir qurtarsın. Elə mən də ona gəlmişəm. Deyirlər burada bir yaxşı ləzgi dəlləyi var. Amandır, harada olsa gör onu tapdıra bilirsənmi? Ay hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinin salacaq dişinə. Dartıb əngini də dişinin üstündə çəkəcək. Burada gözəl diş həkimi var. Səni aparım onun yanına. Bir dəqiqədə dişini çəkib səni rahat eləsin. O mənim bir dişimi çəkməyə məndən neçə alacaq? Necə neçə alacaq? Nə istər verərsən. Yox qardaş, mən tacir adam. Mənim hər bir haqq hesabım gərək aydın olsun. 10 şahı verərsən, qurtarar gedər. 10 şahı nədir o kişi? 10 şahıya mən 10 dənə diş çəkdirərəm. Bircə qulaq az, sənə başıma gələndən bir keyfiyyət nağıl edəyim. Cavan vaxtımda, aman öldüm. Qurbanınız olum. Cavan vaxtımda hələ buraya köçməmişdim. Sağ tərəfdən, üst dişlərimdən biri bərk ağrırdı. Üstünə sağlıq usta Həsən. Bir ağrı tutdu ki, dizin sürünüb əlimlə ot yoldum. Adam göndərdim bazardan dəllək, Məşədi Teymur vardı. Onu çağırtdım. Yenə nə yaman ağrısı tutdu bu zəhrimarın. Nəysə, Məşədi Teymur gəldi, baxdı, dedi ki, çəkməkdən siyav əlac yoxdur. Dedim, nə bilirsən elə. Kəlbətini ilişdirdi dişimə, gücü gəldikcə dartdı. Dişim çıxmır ki, çıxmır. Yazıq Məşədinin alnından tər tökülür. Hərdən bir deyir, ağa Rüstəm, bərk dur. O vaxt hacı deyildi. Deyirəm,
Durmuşam. Xülasə, uf, aman Allah, aman Allah. Elə ki gördü gücüm çatmır, dedi. Dur ayağa. Qalxdım ayağa. Kəlbətini bir delişdirdi. Bir də baxdı, məşədə ayaqlarını yerdən üzüb, dişimdən asılıb. Daha dişim davam eləməyib, bir köklü ağac kimi yerindən qopdu. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Yalan olmasın, yarım saat o halətdə qaldı. Bir belə zəhmətdən sonra onu mən 2 şahı qara pul verdim. Hər qəpiyinə bir dəfə Allah ki sənə bərəkət versin dedi. İndi mən aparım matışkanın birinə 10 şahı vereyim. Nədi biraz ştom oxuyub. Bacarmayacağam. Akı bunun əli təmiz, ayağı təmiz çiçək kimi. Məşədi Teymur hara, bu hara. Necə? Məşədi Teymurun əlindən onun əli təmizdir. Məşədi Teymur gündə 3 dəfə dəstəmaz alır. Amma sənin matışkan təharət nə olduğunu bilmir. Aman, başım çatladı yenə. Danışma, dur düş qabağıma gedək. Sən dişini çəkdirərsən, mən də biraz şirə çəkərəm. Onu görəndə deyəcəksən, dişimin 32-sini də buna çəkdirim. Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına. Həkim təmtəraqlı bir xanım Hacını əyləşdirdi kürsünün üstündə. Ağrıyan dişinizi göstərin. Hacı dedi. Xanım, mən tacirəm. Qabaqca buyur, görək nə alacaqsan. Diş çəkmənin taksası 10 şahıdır. Mən heç bir gərvənki kələmi taksi ilə almıram. Taksi ilə diş çəkdirəcəyəm. Sənə bircə abbası verəcəyəm. Dişimi çəkəcəksən, vəssalam. Bura sənin dükanın deyil, çənə bazarına çıxasın. Xahiş eləmirsən, gedə bilərsən. Hacı dayanıb fikrə getdi. Birazdan sonra dedi. Eybi yoxdur, çək. Ağrıyan dişim budur. Həkim dişi çəkib qoydu yerə. Hacı üzünü Usta Həsənə tutub dedi. Usta Həsən, Allah sənin evini bərbad eləsin. Məni yaxşı həkim yanına gətirdi. Bu ki baytardır. Belə də həkim olar. Allah bunun evini yıxsın. Həkim soruşdu. Nə olub? Nə olacaq, Allah sənin bəlanı versin. Ağrıyan dişimi qoyub salamat dişimi çəkdim. Həkim onu da çəkib yerə qoydu. Hacı ilan çalmış tək yerindən qalxdı. Ay sənin adını həkim qoyub bura göndərənin atası it olsun. Ay sənə dərs verənin atası görbəgar olsun. Gərək dəlləkliyini bizim başımızda öyrənəsən. Səni həkim yazanın qələmi sınsın. Yenə salamat dişimi çəkdi. Ağrıyan dişim bax budur, bu. Həkim nə qədər and içdisə, yenə hacı sakit olmadı. Adını diş həkimi qoyunca, gedib özün üçün bir yüngül peşə tapaydın. Bax zalımın qızı, ağrıyan dişim budur. Bu dəfə həkim hacının ağrıyan dişini çəkdi. Hacı 10 şahı verib söylənə çıxdı çölə və çöldə Usta Həsənə dedi. Usta Həsən, gördün analar necə oğul doğub? Bax, əsl ticarət bunu deyir. Dişimi bir abbasiyə çəkməyə razı olmadı. Mən dişin birisini ona 17 qəpiyə çəkdirdim. Bundan sonra qiyamət edək. Hacı Rüstəm onun yadından çıxmaz. Son.